Qarabağın dünən uduzmasının günahkarı bir mənalı olaraq Qurban Qurbanovdur. Çünki məşqçi nə deyirsə, o da olmalıdır. O deməsəydi Nəriman necə oyuna daxil ola bilər? Nəriman özü daxil olması istəməzdi, onu bilmirəm. Deyək ki, istəyirəm ya da istəmirəm, bu futbolda var, onu deyə bilmərəm. Amma Habil Əliyevin bir sözü var, səhv eləmirəmsə Ədalət Şükürova demişdi. Ədalət demişdi ki, mənə əməkdar artist adı verdilər. Habil Əliyev də demişdi ki, onlar verdi, bəs sənin abran adıydı götürüb. İndi Qurban Qurbanov salır, bəs sən adam öz oğlu Musa Qurbanını salmır, şans vermir, amma Nərimana şans verir. Hətta balaca uşaq da bilir ki, ondan futbolcu olmayacaq, Qurban Qurbanov dirəşir ki, bu futbolcu olacaq, olmayacaq. Bu insanın istedadı yoxdur, bu insan özü istəmir. Bu insan sadəcə lüks həyat yaşamaq istəyir. Altında yaxşı maşını, evi. Buna görədir. Babası varsan ki, meydançada o yana gedir, bu yana gedir. Heç bir futbolçuya da futbol baxımından meydançada hörmət eləmir. Onlar əziyyət çəkir, amma bunun heç vecinə deyil. Niyə Medina özü şəhid eləməlidir? Bir halda ki, Azərbaycanlı deyil, amma Azərbaycan üçün oynayır. Zuberi olsun, Addayı olsun, Duranı olsun. Amma sən milli, sən vətəndaş olaraq özünə necə sıxışdırırsan, oynamırsan. Bu qədər sözləri sən özünə necə götürürsən? 21 yaşlı cavan oğlan olasan, biləsən ki, birinci oyunu başa düşdük, birinci dəfələr oldu. Amma sən nəticə çıxarmırsan, sən sanki rahat adamsan, qəbul edirsən. Təki mənə tanısınlar, təki pul olsun, qoy nə deyirlər desinlər. Yeganə oğlansan ki, oynamamağınla məşğulsan. Səninlə mənim fərqim odur ki, sən meydançada futbola baxırsan, mən evdə televizorda. Başqa fərqimiz yoxdur. Qurban Qurbanovun da heç vaxt B planı olmuyor. Sadəcə 11-liyi qurur, oyununa qədər olan rəqib komandanın oyununu analiz edir və s. Əgər oyun vaxtı rəqib komandanın məşqçisi oyunu dəyişərsə, Qurban Qurbanovun B planı olmur. Həmişə də dəyişikliklərdə səhvi yox. Bütün oyunlarına baxmışam Qarabağın. Uduzan hallarda 80-ci dəqiqələrdə dəyişiklik edən adamdır. Niyə? Udduğu halda oyunun bitməsinə 16 dəqiqə 79, indi 5 dəqiqədə oradan artırılsa 15-16 dəqiqə qalmışdı. 15 dəqiqə bunlar dözə bilməyəcəkdi. Dözəcək.